Dovadı təqdim edir. Şiə Vəhhabiliyi, saxta əmmaməlilər haqqında bütün həqiqətlər. 3-cü hissə, Bəhailik, uğursuz cəhd. Siz həqiqəti öyrənməyə hazırsınızmı? Şiəliyin müasir tarixində şiəliyi və şiələri ələ keçirmək üçün uğursuz cəhdlər mövcuddur. Bunun ən bariz nümunəsi Bəhailik və ya Babilikdir. Bu bölümdə biz sizi bu cərəyanlarla tanış eləməyə çalışacağıq. Danışır Qurban Mirzəxanov. Bab ləqəbi ilə tanınan şəxs Seyyid Əli Muhammed Şirazi olub. Gələcək Bab Şiraz şəhərində anadan olub. Kiçik yaşlarında Şeyx Abidin yanında şagirdlik edib. Şeyx Abidin özü Şeyx Əhməd Əxsai və Seyyid Kazım Rəşdinin şagirdi olub. Onun həyatında demək olar ki, Seyyid Kazım Rəşdi Şeyx Əxsaidən daha çox rol oynayıb. Seyyid Əli 19 yaşında Kərbəlaya gəlir və həmin zaman Kərbəla şəhərində yaşayan və dərs deyən Seyyid Kazım Rəşdinin yanında dərs oxuyur və birbaşa olaraq Seyyid Kazım Rəşdinin tələbəsi olur. O özünü tərcümədə mənası qapı olan Bab adlandırırdı. Bununla o, özünün insanların 12-ci imam, İmam Zaman, İmam Əl-Məhdiyə olan qapısı, insanlarla imam arasında vasitəçi olduğunu nəzərdə tuturdu. Və öz təbliğini də bunun üzərində qururdu. Daha sonra o, əqidəsini dəyişərək özünü Allahla insanlar arasında vasitəçi adlandırmağa başladı. Yəni o, özünü Allahın rəsulu, Peyğəmbər elan etdi və İslam dinindən, Quran-ı Kərimdən imtina edilməsini və özünün Bəyan adlandırdığı kitabın nazil olmasını elan etdi. Onun bu etiqadı hicri təqvimi ilə 1261-ci ildə onun həbs olunmasına səbəb oldu və onu öz vətəni olan Şiraz şəhərinə göndərdilər. Daha doğrusu sürgün etdilər. O, Şiraz şəhərində bir müddət nəzarət altında qaldı. Şiraz şəhərində qaldığı müddətdə İmamiyyə Şiə alimləri ilə Bab arasında bəhs oldu və nəticədə o bəhsdə məğlub oldu. Bu bəhsin nəticəsində o tövbə etdi və onun Bab olduğuna inanan hər kəsi lənətlədi. Qarşınızda Babın yazılı şəkildə tövbəsidir. Daha sonra o İsfahan şəhərinə köçdü və Maku adlanan yerdə qərarlaşdı. Burada o, onun Bab olduğuna inanan öz tələbələrindən, tərəfdarlarından və ardıcıllarından məktublar aldı. Və bu məktubların nəticəsində o, özünü yenidən Peyğəmbər və Peyğəmbərlərin ən yaxşısı elan etdi. Yəni yeni mərhələyə qədəm qoydu və açıq şəkildə təbliğat aparmağa başladı. İsfahan şəhərində də onu həbs etdilər. Məhkəmə zamanı o açıq şəkildə özünün Peyğəmbər olduğunu və Muhammedin dininin ləğv olunduğunu elan etdi.
Ona hökm çıxarıldı və o yenidən tövbə etdi. Babın ikinci yazılı tövbəsi. Nəticədə Bab hicri təqvimi ilə 1266-cı ildə güllələndi. Ölərkən o özündən sonra öz ardıcıllarına çoxlu məktublar qoyub getdi. Güllələnmədən əvvəl kitablar da yazdı və özündən sonra özünün canişininin gələcəyini elan etdi. Güya bu canişin onun ölümündən 2000 il sonra gəlməli idi. O öz canişinini mən yazharuhu Allah adlandırırdı. Babın hekayəsi bununla da bitdi. İranda onun öyrətdiklərini tədris və təhqiq edən müəyyən bir qrup insanlar var idi. Amma onun öz fəaliyyəti artıq bitmişdi. Babın öyrətdiklərinin davamı olan yeni mərhələ başladı. Bu mərhələni Mirzə Hüseyn Əli Nuri Bəhaullah başlatdı. O hicri təqvimi ilə 1233-cü ildə Tehran şəhərində anadan olmuşdur. O İranın idarəçilərindən birinin ailəsindən idi. Onun atası İranın hökumətində mühüm vəzifə sahibi idi. O həmçinin öz moizə və təbliğatları ilə öz qardaşlarını da Babın tərəfdarlarına çevirmişdi. Onların arasında Sübh-i Əzəl ləqəbi ilə tanınan kiçik qardaşı Mirzə Yəhya da var idi. Onlar Nəsirəddin Şaha qarşı sui-qəsd təşkil etdilər. Nəticədə şah ölmədi. Amma onların çoxlu sayda tərəfdarları öldü. Hökumət Mirzə Hüseyn Əli Nuri və Mirzə Yəhyanın simasında onların tərəfdarlarına, babçılara qarşı ova başladı və onlar çox qəddarcasına təqib olundular. Onların tərəfdarlarının çoxu öldü və edam olundu. Bəhaullah özünü qorumaq və sığınacaq almaq üçün Rusiya səfirliyinə müraciət elədi. Və Rusiya səfirliyi ona sığınacaq verdi. Daha sonra Rusiya İranla razılığa gəldi ki, onu rahat buraxsınlar. Və Rusiya Bəhaullahı yaşamaq üçün geriyə, Kərbəla şəhərinə göndərdi. Bəhaullahdan bir neçə ay əvvəl onun kiçik qardaşı Mirzə Yəhya artıq Kərbəlaya gəlmişdi. Onları çox isti qarşıladılar. Əsasən də Kərbəla şəhərinin valisi onları çox yaxşı qarşıladı. Bəhaullahın İngiltərə və Fransa səfirliklərində görüşləri baş tutdu. Daha sonra o Bağdad şəhərinə köçdü. Orada da onu çox isti qarşıladılar. Bağdad şəhərinin valisi ona çox böyük ehtiram göstərdi. Daha sonra babçı adlandırılanlar özlərini həmin mən yazharuhu Allah elan etdilər. Həmin o 2000 il sonra məsələsi yadınızdadır da. O gəliş haqqında ki, Bab danışırdı. Babçıların çoxu özünü həmin bu canişin elan etdi və Mirzə Hüseyn Əli Nuri ilə qardaşı tərəfindən terror başladı. İki qardaş özünü canişin adlandıran bu kəslərə qarşı soyqırım törətdilər. Belə canişinlərdən çox idi. Yəni, babçıların çoxu özünü canişin elan eləmişdi. Nəticədə bu canişinlərin bir hissəsi öldürüldü. Digər hissəsi isə etdiyi əmələ görə tövbə etdi. Bu, Hüseyn Əli Nuri və Mirzə Yəhyanın fəaliyyəti idi. Daha heç bir rəqib qalmayandan sonra Bəhaullah özünü canişin elan etdi.
Bundan sonra Bəhaullah ilə qardaşı arasında rəqabət başladı. Bəhaullahın qardaşı Sübh-i Əzəl də öz növbəsində özünün babın varisi və canişini olduğunu iddia edirdi. Burada rəqabət başladı və bu rəqabət qan tökülməsi ilə müşayiət olunurdu və daha sonra isə adi cəmaatın qanının tökülməsinə gətirib çıxaran quldurluğa çevrildi. Onlar Nəcəf və Kərbəla şəhərlərinin sakinlərinə və zəvvarlara qarşı terror başlatdılar. Bu terrorun nəticəsində İran hökuməti Osmanlı İmperiyasına şikayət etdi. Çünki həmin vaxt İraq Osmanlı İmperiyasına daxil idi. Osmanlı hökuməti onların hamısını əvvəlcə İstanbul, daha sonra isə Ədirnə şəhərinə köçürtdü. Babiliyin İraqda formalaşan bu iki cərəyanının, yəni Bəhailik və Əzəlilik arasında formalaşan mübarizə və terror dayanmadı və qətillər hələ də davam edirdi. Buna görə də Osmanlı hökuməti məcbur qalıb onları ayrı-ayrı yerlərə göndərməli oldu. Əzəliləri Kiprə, Bəhailəri isə Fələstinə göndərdilər. Nəticədə Bəhaullahın Hayfa şəhərindəki qəbri Bəhailər üçün qibləyə, özü isə Allaha çevrildi. Əzəlilərə gəlincə isə onların tarixi daha qaranlıqdır. Çox güman ki, böyük ehtimalla onlar artıq çoxdan xəritədən itib yox olublar. Bunun səbəbi əzəlilərə qarşı olan təzyiq və dəstəkdən tamamilə məhrum olmalarıdır. Bəhailər isə onlarla sıx və yaxın əlaqə yaradan İsrail formalaşmasının hesabına öz fəaliyyətlərini davam etdirib yayıldılar. Bəhaullahın Hayfa şəhərindəki qəbri və Bəhailərin iqamətgahı İsrail. Bəhaullahdan sonra yerinə onun oğlu Abbas əfəndi gəldi.
O, atasının canişini oldu və Bəhailərin rəhbərliyini öz üzərinə götürdü. Abbas Əfəndi özünü Əbdülbəha, yəni Bəhanın qulu adlandırırdı. Onun rəhbər kimi atdığı ilk addımlardan biri o oldu ki, o Bəhailərlə müsəlmanları birləşdirməyə çalışdı. O, müsəlmanların cəmaat namazlarında iştirak edirdi. ...1917-ci ildə Britaniya hökuməti tərəfindən İsrail dövləti və Fələstində Yəhudi hökumətinin yaradılmasının vacibliyi elan olunanda Abbas Əfəndi bunu dəstəklədi. Onun Britaniya səfiri və nümayəndələri ilə görüşü baş tutdu. Bu görüşdə o cəngavər titulu ilə təltif olundu və ser adlandırıldı. Ona görə də o öləndə Winston Churchill-də olmaqla Britaniya məmurları onun ailəsi və tərəfdarlarına başsağlığı məktubu göndərdi. Abbas Əfəndidən sonra onun nəvəsi, böyük qızının oğlu olan Şövqi Əfəndi Bəhailərin rəhbəri oldu. Şövqi Əfəndi hansı rol oynadı? O, Bəhailiyə beynəlxalq miqyas verdi. O, Bəhailiklə bir çox beynəlxalq təşkilatlar arasında sıx əlaqələr qurdu və çoxlu ehramlar tikdirdi. Çox yerdə, Hindistanda, Birləşmiş Ştatlarda, İsraildə çoxlu ehramlar tikildi. Həmin ehramlarda Bəhailər ibadətlərini yerinə yetirirlər. Bu, Şövqi Əfəndinin oynadığı mühüm rol idi. Onun ölümündən sonra xüsusi bir seçim də qalmadı. Çünki onun övladı yox idi. Şövqi Əfəndi Oxford Universitetində təhsil almışdı. Mary Maxwell adlı Amerikalı qadınla ailə qurmuşdu. Şövqi Əfəndinin ölümündən sonra məhz elə Əmətül-Bəha, yəni Bəhanın qulu ləqəbi ilə tanınan Mary Sutherland Maxwell Bəhailərin rəhbərliyini öz üzərinə götürdü. O, Bəhai xadimlərindən ibarət 20 ailə, yəni ümumilikdə 28 nəfərdən ibarət müəyyən bir şura şəklində Bəhailərin rəhbərliyini öz üzərinə götürdü. Mary 2000-ci ildə öldü. Bəhailər İsrail rejiminin tərəfdarlarıdırlar. İsrail rejimini həmişə dəstəkləmiş və həmkarlıq etmişlər. İsrail rejimi də öz növbəsində onları dəstəkləyib. Bəhailərin iqamətgahı İsrail rejiminin ərazisində yerləşən Hayfa şəhərindədir. Bir şeyə diqqət yetirməliyik ki, Bağdad şəhərində İngiltərə və Fransa nümayəndələri ilə görüşən Bəhaullahın özü öz etiqadının, əqidəsinin çox hissəsini onlardan almışdı. Abbas Əfəndi özü bu fikirdə idi və hesab edirdi ki, atasının etiqadındakı çox şey ilk dəfə məhz onun atası tərəfindən elan olunmuşdu. Hərçənd ki, tarixə baxsaq, bunun əksi sezilir. Çox güman ki, o bunu qeyd etdiyimiz nümayəndələrlə görüşdən çıxarıb. O, bütün dinlərin bir mənbədən olduğunu, kişilərlə qadınların bərabər hüquqlu olmalarını və ələxüsus da bütün dünya və bütün xalqlar üçün vahid, ümumdünya dilinin yaradılmasının təbliğatını aparırdı. O, hər bir insanın danışa biləcəyi ümumi bir dilin yaradılmasının təşəbbüsünü irəli sürürdü. Bəhaullahın yaşadığı həmin zamana nəzər salsaq, bu ideyaların qərbdə artıq populyar olduğunu görmək mümkündür. Çox güman ki, o bunu qərbdən götürmüşdü. Bəhaili layihəsi Şiə aləmində çox ağır məğlubiyyətə uğradı və İslam dünyasından tamamilə aralandı. Bu layihənin hansı səbəbdən uğursuz olması haqqında biz növbəti bölümlərdə danışacağıq.
странах преследуется бахаизм? В Иране. Только в Иране, больше нигде. Ну, я думаю, что в таких странах, где силен исламский фундаментализм, там, так сказать... Ну, там только фундаментализм шиитского толка. В Саудовской Аравии, например, не исследуется бахаизм? Нет, ну там-то не все-таки цивилизованная страна. Ну, не знаю, кто что. А в Катаре? В основном в Иране. Davamı növbəti bölümlərdə.